Salam əziz şagirdlər, siz bu dərsimizdə 5-ci sinif Azərbaycan tarixinin Böyük Azərbaycan xeyriyyəçisi adlı 33-cü mövzusunun 1-ci hissəsi ilə tanış olacaqsınız. Siz bu dərsdə Böyük Azərbaycan xeyriyyəçisi olan Hacı Zeynalabdin Tağıyevin həm xeyriyyəçilik, həm də sahibkarlıq fəaliyyətindən xəbərdar olacaqsınız. 20-ci yüzilliyin əvvəllərində Bakıda neft hasilatı artdıqca zavod və fabriklərin də sayı artırdı. Bu şəhərdə əhalinin çoxalmasına səbəb olmuşdu. Şəhər böyümüşdü. Buradakı 3 kəhriz və su quyuları əhalinin suya olan ehtiyacını ödəmirdi. Küçə və meydanlarda, bazarlarda adicə içməli suyu satırdılar. Su yaxşı təmizlənmədiyindən şəhərdə tez-tez yoluxucu xəstəliklər yayılırdı. Su qıtlığı Bakının əsas problemlərindən biri idi. Həmişə doğma xalqının qayğısını çəkən Hacı Zeynalabdin Tağıyev belə bir vəziyyətlə razılaşa bilmirdi. O, Bakıya su kəmərinin çəkilməsi məsələsini təklif edənlərdən biri oldu. Bəziləri Bakıya suyun Salyan istiqamətindən Kürdən gətirilməsini təklif edirdilər. O vaxt Kür çayı hələ çox təmiz idi. Zavod və fabriklərin tullantıları ilə zəhərlənməmişdi. Buna baxmayaraq, gələcəyi yaxşı görən Hacı Zeynalabdin Tağıyev Kür suyunun Bakıya gətirilməsinə qəti etiraz etdi. O, Bakıya saf bulaq suyu çəkdirmək qərarına gəldi. Bu məqsədlə öz vəsaiti hesabına xarici ölkələrdən Azərbaycana mühəndislər və təcrübəli mütəxəssislər dəvət etdi. Beləliklə, Bakıya Şax dağın ətəklərindən, şollardan su çəkilməsi qət olundu. O zaman üçün son dərəcə çətin olan bu iş ancaq 1917-ci ilin əvvəllərində başa çatdı və Bakıya şollar suyu çəkildi. Hacı Zeynalabdin Tağıyev tanınmış neft milyonçusu idi. O, Bakıda anadan olmuşdu. Atası Tağı kişi çox kasıb bir adam idi. İçəri şəhərdə çəkməçi işləyirdi. O, Zeynalabdini bənna yanına şagird qoydu. Zeynalabdin bənnalıq sənətinə yiyələndi və müstəqil usta kimi işləməyə başladı.